Şəxsiyyət vəsiqələri yenilənir. Vətəndaşların şəxsiyyət vəsiqələrinin məlumat strukturu və verilmə qaydalarında mühüm dəyişikliklər olur. Milli Məclisdə qəbul edilən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanuna əlavələr artıq qüvvəyə minib. Caspian Press xəbər verir ki, yeni qanuna əsasən vəsiqələrdə artıq yaşayış yeri və vətəndaşlıq məlumatları əks olunacaq. Elektron çipdə isə yalnız zəruri məlumatlar saxlanacaq. Digər şəxsi məlumatlar dövlətin qorunan sistemində qalacaq. Vəsiqənin yenilənməsi lazım olan hallara daxildir. Müddətin bitməsi, ad soyad dəyişməsi, yaşayış yerinin dəyişməsi və fotonun köhnəlməsi. Çipdə və ya vəsiqədə texniki səhv olduqda düzəliş, rüsum tutulmadan həyata keçiriləcək. Yeni şəxsiyyət vəsiqəsi həm beynəlxalq standartlara uyğun, həm də dövlət xidmətlərində və səyahətdə daha rahat və təhlükəsiz istifadə imkanı yaradacaq.